Bir sıra ölkələr Rusiya Federasiyasının biometrik olmayan pasportlarını qəbul etməyi dayandırıb. Bunlar Danimarka, Malta, Çexiya, İslandiya, Norveç, Litva və Estoniyadır. Bu ildən həmin ölkələr biometrik olmayan pasportlardan istifadəyə tam qadağa tətbiq ediblər. Moskva Dövlət Hüquq Universiteti nəzdində fəaliyyət göstərən Hüquqşünas Blogerlər Birliyinin üzvü Galina Zemskova bildirib ki, Fransada qadağa tətbiq edilib, lakin bəzi istisnalar mövcuddur. 15 yaşdan kiçik uşaqların girişinə icazə verilir. 1 iyun 2025-ci ildən əvvəl alınmış Şengen vizası olan şəxslər ölkəyə daxil ola bilərlər. Finlandiyada bu ilin yayının əvvəlindən oxşar tədbirlər tətbiq etməyi planlaşdırır. İstisnalar 18 yaşdan kiçik şəxslərə aid edilir. 1 iyun 2026-cı ildən əvvəl verilmiş Finlandiya yaşayış icazəsi olanlara aid olacaq. Bundan əlavə Finlandiya vizası sahibləri üçün ilin sonuna qədər keçid dövrü qüvvədə qalacaq.